İlqar Bəkirov. Siz deyəsən parçanı eyni yerdən almışsınız ya da kostyumlarınızı eyni yerdə tikdirmişsiniz. Azər onlar 3-2 Poveri qrupudur. Hasta la vista signora. Axırda oxuyacaqlar. Buyurun ayrı. Yaman rəqs eləyirdiniz. Rəqs eləyirəm, çünki mən İlqarı dəhşətli dərəcədə çox istəyirəm. Çünki mənim üçün Səs Azərbaycanda yavaş-yavaş kitab kimi, yeni vərək kimi özünü mənə oxutduran, deyim ki, yeganə iştirakçıdır. Belə deyim. Çünki mən hamıdan hər şeyi gözləyirdim. Amma mən İlqardan gözləmədiyim şeyləri gördüm. Ona görə razıyam. Mən artıq bilirəm ki, mən Zaqulbaya gedəcəm. Müdür udacaq. İlqar, sən möhtəşəmsən, sən gitara da ifa edə bilirsən. Vay, deyirəm də bu uşaq hələ bizə nələr göstərəcək. Ona görə də mən düşünürəm ki, Səs Azərbaycanın ən böyük uğurlarından da biri sənin burada olmağındır. Eldar buyurun. İlqar hər dəfə tam başqa bir ifanı göstərirdi. Bu dəfə də inkişaf, mən düşünürəm ki, bu ifa inkişafın pik nöqtəsidir. Çünki burada daha çox sən var idin. Daha çox sənin hisslərin var idi. Sən öz ifandan zövq aldın. Özündən yox, ifandan, səhnədə olmaqdan çox zövq aldın və yaşadın bunu. Mən təbrik eləyirəm səni, İlqar. Sən mütləq davam eləməlisən. Çünki çox maraqlı personajsan, çox maraqlı tipajın var və mən istərdim ki, sən bütün karyera boyunca bu xüsusiliyi qoruyub insanlara çatdırasan. Bu qiymətsizdir. Təbriklər və uğurlar. Eşidirik sizi Murad. Bir sirrin üstünü açım. Mənə o möhtəşəm xəbəri deyəndə ki, Murad, səni bu ildə Səs Azərbaycana münsif kürsüsünə dəvət edirik. Mentor kürsüsünə, hə. Mən. Üçüncü dəfə buradayım. Bilirəm, axır mən xahiş elədim. Çox xahiş edirəm, gələn dəfə də xahiş elə. Bir dənə də duet yazarıq. Ağlımda ilk bilsən nə oldu, Azər? Hələ bilmirəm kimlər olacaq, hansı səslər, hansı ifaçılar. Bir siyahı tutdum ki, işləmək istədiyim və eşitmək istədiyim nəğmələr hansılardır. Və onlardan biri Earth, Wind and Fire'nin Fantasy mahnısıydı. Ürəyində qaldı. Yo, tam əksinə. Tam istədiyim kimi eşitdim. Bəli. Tam istədiyim kimi eşitdim. Fərq etmir mənim komandamda, Zülfiyə xanımın komandasında. Onlar artıq bizim komandadılar. Əsas odur ki, o mahnı eşidildi və əsas odur ki, fərqi yoxdur, sən İlqar, yoxsa mən. Bir Sumqayıtda qazansın bu axşam. Gəlir. Olmaz belə, qaydalarda belə şey yoxdur. Yoxdur belə hərəkətlər. Şiddət. Kişilərə şiddətə son. Zaqulbadan salam idi, değil mi? Təhdidləriniz, mübahisələriniz bitdisə, Əcəb mən sözü mehribandılar. verim Zülfiyə xan Babayevaya. O təkcə fantaziyalardan yox, reallıqdan danışacaq. Buyurun. Nə bilim, belə içimdə qəribə rahatçılıq var, bilmirəm nəyə. Bəlkə o İlqarın rahatçılığıdır mənə keçib. Çünki özü də çox rahat insandır. Amma yanınızdakilar çox narahatdır sizin bu rahatlığınızdan. Yox, bilmirəm. Fəxam rahat olmağından mən narahat oldum. Birincisi onu demək istəyirəm, əgər onu bilmirəm, indi onu dəqiqləşdirmək lazımdır. Deyəsən, bütün dünyada səs layihəsi çərçivəsində yeganə deyəsən münsiflərdən bir nəfər dönür iştirakçıya və onunla sonacan finallara gedir. Wow. Əgər bu Ən azı Azərbaycanda belədir. Bilmirəm, deyəsən dünyada elə bir şey yoxdur. Və tək mən Bitti dönürəm. Röya. Röya bitti. Bizim röyamız bitti. Və sonacan finala gedirik. İnşallah finalın qalibi olaraq ümumiyyətlə tarixə düşərik. Zaqulbaya gedirik hamımız.
Mən sizi o cür xarici ölkələrə göndərirəm. Siz məni Zakulbaya Hara göndərsən Sən orada məni- yaşayıram. Sən mənim getdiyim ölkənin Bu heç adını layihə bilmirsən. çərçivəsində biz İlqarla bir qəşəng uzun yol qət etdik və bu yolda bilirsiniz nəyə anladım? Sən o qədər yola çıxılası insansan İlqar. Bayrağı var. Hə. Hə. Valla o qədər sən yola çıxılası insansan ki, nə deyim, daha demişəm də hər şeyi. Uğurlar arzulayıram sənə. Uğurlar. Bütün Sumqayıtdan özümə səs gözləyirəm. Elqar, bu xəmir çox su aparacaq. Siz gedin Sumqayıta yoxa, kulisə, sonra mən dəvət eləyəcəm Əldə sizi qədər sağ birazdan. salamatsan, get ay bala.